Əziz Hindaq qəsəbə sakinləri, şəhid anaları, şəhid ataları, eləcə də bugünkü gündə iştirak edən tədbir iştirakçıları hər birinizi salamlayıram. Bu günləri 4 aprel 2026-cı il 10 il bundan öncə aprel döyüşlərində qəhrəmanlıq göstərərək qəhrəmancasına şəhid olan xüsusi təyinatların giziri Qarayev Dilsuz Məmmədağa oğlunun dəfn olunduğu gündür, şəhadətə yüksəkliyi gündür və bu günləri hər birimiz bugünkü gündə bu ailənin yanında olmağı özümüzə borc bilmişik, qürur hissi ilə, fəxr hissi ilə gəlmişik ki, bugünkü gündə qəhrəman Dilsuzun anım günündə iştirak edək. Mən ilk öncə hər birində dərin təşəkkürümü bildirirəm. Bu anamızı tək qoymadınız. Allah sizi var eləsin, Allah köməyiniz olsun deyirəm. Allah bütün şəhidlərimizin ruhun şad eləsin. Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhadətə yüksəlmişdi. Döyüş yoldaşlarının hər zaman demişəm, deyirəm və qürur hissi ilə də bu sözü xatırlatmağım özümə borc bilirəm. Döyüş yoldaşlarının dedikləri söz bu olmuşdu ki, Dilsuzun son sözü bu olmuşdu ki, arzuma çatdım. Arzuma çatdım sözü də ona görə onu demişdi ki, erməni düşməninin bir mağazin gülləndən onun başını bədənindən ayırmışdı. Və o onlarla düşmən əskərini, düşmən zabitini qətlə yetirib qəhrəmancasına şəhid olmuşdu. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. 2016-cı ildə şəhid olan Dilsuz Qarayev, anan səni hər yerdə axtarır. Ay balam. Bu mahnı Dəyanətin ürəyindən gələn bir ehtiramdır. Şəhid Dilsuzun müqəddəs anasına ithaf olunur. Anam səni hər yerdə axtarır, hələ də paltarından sənin qoxunu alır gizlində. Sən məni niyə tək qoydun ay bala de mənə, mən sənsiz neyləyim bu bomboş dünyada. Şəhid balam, dilsuz balam, ay bala, qanıva qəltan oldun yaman, vay bala, qonaq oldun kər bu bəla şahına, nənəm Zəhra deyər sənə lay lay bala, nənəm Zəhra deyər sənə